Salam, bugün Time test məsələ toplusundan coğrafiya üzrə miqyas məsələlərinin izahına baxacağıq. Deməli, birinci suala keçid edək. Deməli, birinci sualda qeyd edir ki, 1 bölünsün 500 min miqyaslı olan xəritədə 13 sm kvadratlıq ərazinin həqiqi sahəsi nə qədər olar? Deməli, bu tipli məsələni hesablayanda biz neynirik? Birinci, sahə var deyə miqyasın hər tərəfini kvadrata yüksəldirik. Yəni 1 santimetrin kvadratında olacaq. Deməli 5 0 sildi, oldu 5, o da elədi 25, yəni 5-in kvadratı, yəni 25 kilometrin kvadratı olacaq. 13 santimetrin kvadratında isə olacaq təbii ki, x kilometrin kvadratı. Buradan da belə hesablama edirik. 13-ü 25-ə vururuq. X də bərabərdir. Olacaq 325 kilometrin kvadratı. Sonra növbəti sualın izahına baxaq. Sualda deyilir ki, birinci xəritədə 36 sm kvadratlıq sahə, ikinci xəritədə isə 4 sm kvadratlıq sahə ilə göstərilib. İndi deyir ki, ikinci xəritə haqqında hansı fikir doğrudur? Fikir verirsiniz, 36 sm kvadratlıq sahə, deməli, bunun bir tərəfi, yəni bir tərəfi 6 sm olacaq. Yəni bir tərəfi 6 sm-dirsə, burada ikinci xəritədə isə bunun bir tərəfi isə 2 sm-dir. Deməli, 6 sm-dən ərazinin 6 sm-dən 2 sm-ə qədər kiçilib. Deməli, miqyas baxımından nəzər salsaq, 6-nı 2-yə böləndə 3 dəfə, yəni miqyas 3 dəfə kiçildiyini biz görürük. Çünki 6 sm-lik xəritədə, yadınızda saxlayın ki, xəritədə verilən obyekt nə qədər böyük görsənərsə, miqyas da o qədər böyükdür. Nə qədər kiçik görsənərsə, miqyas o qədər kiçikdir. İndi burada bir tərəf 6 sm-dirsə, bura 2 sm-dirsə, deməli 3 dəfə miqyas azalmışdır, yəni kiçilmişdir. Burada düzgün cavab variantımız olacaq A variantı. Üçüncü test tapşırığına baxaq. Aralarındakı deyir ki, həqiqi məsafə 360 kilometr olan iki məntəqədə arasında xəritədəki məsafə isə 9 sm-dir. İndi burada ilk olaraq bunun miqyasını tapaq və miqyası əsasən də xəritədəki sahəni hesablayaq. Baxaq, deməli 9 sm-də olacaq 360 deməli kilometr. İndi 1 sm-də nə qədər olacaq? Təbii ki, olacaq burada deməli 40 kilometr. 40 kilometr tapdıq. Yəni 1 sm-in 40 kilometrdir. İndi burada fikir verirsiniz. 3 sm-in kvadratı deyirik. Kvadratdırsa, sahə həqiqi görünüm sahəsi deyirsə, miqyasın hər tərəfini kvadrata yüksəldəndə 1 sm-in kvadratında olacaq deməli 1600 kilometrin kvadratı. İndi bunu da 3-ə vuranda, 3 sm kvadratına vuranda o da eləyəcək nə qədər? 4800 ümumiyyətlə kilometrin kvadratı. Burada düzgün cavab variantımız olacaq A variantı. Yəni birinci miqyası tapdıq. Həmin bu verilən məsafə ilə həqiqi məsafə əsasında. Sonra miqyasın hər tərəfini kvadrata yüksəltdik və verilən xəritədəki verilən sahəni əsasən, yəni onun həqiqi sahəsini biz belə deyək, hesabladıq. Sonra dördüncü test tapşırığına baxaq. Deyir ki, həqiqi sahə 450 kilometrin kvadratı olan gölün xəritədəki sahəsi bu qədərdir. Yəni burada 50 sm-lik 50 sm-in kvadratıdır. Burada 450 belə deyək, kilometrin kvadratıdır. Xəritədə budur. Həqiqi sahəsi isə 450-dir. Yəni xəritədə 50, həqiqi sahəsi isə 450. 1 sm-in kvadratını birinci taparıq. Yenə də miqyası ilk öncə tapmalıyıq ki, həqiqi məsafəni hesablayaq. Deməli 1 sm-in kvadratında oldu x kilometrin kvadratı. Deməli 450-ni də belə deyək, böləndə 50-yə nə qədər düşəcək? 9 dəfə. Yəni 1 sm-in kvadratında 9 kilometrin kvadratı. İndi buradan da kvadrat miqyas olmadığına görə buradan kökdən çıxardırıq hər iki tərəfin. 1 sm-də oldu 3 kilometrdirsə, burada 24 sm deməli olarsa, 24 sm-də isə neçə kilometr olacaq? 24-ü də 3-ə vuranda o da eləyəcək təbii ki 72 kilometr olacaq. Yenə də burada miqyası tapdıq, verilən məsafəni
həqiqi məsafəyi hesabladıq. Xəritədəki məsafəyə əsasən həqiqi məsafəni hesabladıq. Sonra 5-ci biz deməli test tapşırığına nəzər salaq. Deməli deyir ki, xəritədəki sahə 6 santimetrin kvadratıdır. Burada həqiqi sahə isə 2,4 min kilometrin kvadratıdır. İndi biz diqqətlə bura baxsaq, burada fikir versək, 2,4 min belə deyək, kilometrin kvadratı deyir. İndi burada da 1 santimetrin kvadratında biz nəyi tapacağıq? 1 santimetrin kvadratında neçə kilometrin kvadratı olduğunu tapacağıq. Yenə miqyası tapacağıq. Bizə miqyası deyir. Həmin xəritənin miqyasını tapın deyir. İndi burada da deməli 2,4 min deməli 2,4 minə vuranda eləyəcək təbii ki 2400 kilometrin kvadratı bölünəcək 6-ya. 6-ya bölünəndə də nə qədər düşəcək? Təbii ki burada 400 düşəcək. Yəni 1 santimetrin kvadratında 400 belə deyək kilometrin kvadratı düşəcək. İndi burada da miqyas deyirsə, bunu kökdən azad edirik. 1 santimetrdə olacaq 20 kilometr. İndi burada 1 bölünsün 20, yanında da 5 dənə sıfır nə edirik? Əlavə edirik. Deməli burada olacaq 1 bölünsün deməli 1 bölünsün 2 milyon. Cavab A variantı doğrudur. Burada da fikir verin. Burada da 2 milyon oldu. Sonra 6-cı test tapşırığına nəzər salaq. Deyir, sürəti 850 km saatdə olan təyyarənin 4 saatdan getdiyi yol 1 bölünsün 20 milyon miqyaslı xəritədə neçə santimetrdir? Bu məsələlərdə diqqət etsək, yenə də miqyası biz izaha çeviririk. Yəni 1 santimetrdə 200 kilometr gedib. İndi biz miqyası tapandan sonra biz gedilən yolu tapmalıyıq. Yəni bu sürət var, bir də ki zaman var. Gedilən yolu necə tapırlar? S bərabərdir VT, yəni sürətin zamana olan nisbətini biz nə etməliyik? Tapmalıyıq. İndi burada deməli 850-ni vuracağıq 4-ə, o da eləyəcək 3400 kilometr. 3400 kilometr. İndi fikir verin, 1 santimetrdə 200 kilometrdirsə, bəs 3400 kilometrdə neçə santimetr olacaq? Tənasib qurduq, düzdürmü? Bunu da bölürük, 3400-də bölürük 200-ə, düşür 17 santimetr. Bu da oldu düzgün cavab variantımız 6-da A variantı. 7-ci test tapşırığına baxsaq, 7-ci test tapşırığında deyir ki, sahəsi 1206 kilometrin kvadratıdır. Adanın xəritədəki sahəsi isə 134 santimetrin kvadratıdır. İndi fikir verin, burada 1 santimetrin kvadratına tapacağıq. Nə qədər edir? Yəni 1 santimetrin kvadratını tapmaq üçün də 1 santimetr kvadratda neçə kilometr olduğunu tapmaq üçün də nə edirik? 1206-nı böləcəyik təbii ki neçəyə? 134-ə. 1206-nı 134-ə böləndə eləyəcək 1 santimetrin kvadratında olacaq 9 kilometrin kvadratı. Bəs bunu indi biz miqyasa çevirəndə nə edəcəyik? Kvadratdan azad etmək üçün hər tərəfin kökdən ümumiyyətlə azad edirik. 1 santimetrdə olacaq 3 kilometr. İndi burada fikir verin, 13 santimetrdə nə qədər olacaq? Yəni biri 3 kilometrdirsə 13 santimetr nə qədər olacaq? O da eləyəcək təbii ki 39 kilometr. Düzgün cavab variantımız burada 7-də B variantı olacaq. 8-ci test tapşırığına baxaq. Deyir, miqyası bu qədər olan 8-ci test tapşırığında miqyası bu qədər olan xəritədə düzbucaqlı şəklində olan ərazinin bir tərəfi 2 santimetrdir. Digər tərəfi isə 8 santimetr. Həmin ərazinin həqiqi sahəsini deyir. Tapın. İndi burada düzbucaqlı üçbucaq şəklində olan ərazinin bir tərəfi 2-dir, bir tərəfi də 8-dir. İndi burada fikir verin. Birinci miqyası izaha çevirəcəyik. Deməli, burada fikir verin. 1 santimetrdə olacaq 3,5 kilometr, düzdür. 8-i də 2-yə vuracağıq. 8 2-nin 16 santimetrin kvadratı. İndi bunun hər tərəfində kvadrata yüksəldəndə
Deməli 1-in kvadratı deməli 1-in santimetrin kvadratında 3,5-in kvadratını tapacağıq. 3,5-in kvadratını taparıq. 3,5-in kvadratı 12,25. İndi burada həqiqi sahəni deyirsə tapılması, təbii ki, burada 16 santimetrlik kvadratı vuracağıq 12,5-ə. Yəni burada da 12,5 vurulsun 16. Burada eləyəcək cavab B variantı 196 kilometrin kvadratı. Cavab B variantı. Yəni 16-nı 12,25-ə vurdıq. O elədi 196 kilometrin kvadratı. Sonra növbəti test tapşırığı 9-cu test tapşırığına baxaq. Bir səyyah yolun 5də 6 hissəsini təyyarə ilə, yəni 6da 5 hissəsini təyyarə ilə, qalan 200 kilometr isə avtomobillə getmişdi. Biz ümumi yolu tapmaq üçün diqqətli olaq. Yəni 6da 5 hissəsini təyyarə ilə gedib, qalan 200 kilometrin avtomobillə gedib. İndi biz nəyi tapmalıyıq? Deməli 200 kilometri 6da 1 olan ədədə tapmalıyıq. Yəni x-in 6da 1-i bərabər olmalıdır 200-ə. Bu da eləyəcək təbii ki, nə qədər? Bu da eləyəcək təbii ki 1200. 1200 kilometr ümumiyyətlə bu ümumi yoldur. Bunun 6da 1-in avtomobillə gedib. Yəni 200 kilometrin avtomobillə gedib, 1000 kilometrin isə təyyarə ilə. İndi burada deyir, təyyarə ilə getdiyi yolun. İndi baxaq. Deməli burada miqyasa baxırıq. 12,5 kilometrdir 1 santimetrə. Bəs 1000 kilometrə nə qədər olacaq? Bax, bunu hesablamalıyıq. Yenə 1000-i biz böləcəyik neçəyə? 12,5-ə. O da eləyəcək 80 santimetr. Yəni 9-da düzgün cavab variantımız 80 santimetrdir. Deməli, nə elədik? 6da 5 hissəsi təyyarədir. 6da 1 hissəsi isə nədir? Qalan yolun avtomobildir. Deməli, 6da 1 hissə 200 olan ədəd tapdıq 1200-dür. 1200-ün 200-ü deməli avtomobillə gedib, 1000 isə təyyarə ilə. Bizə də deyir ki, təyyarə ilə gedilən yoldur. Yəni 1000 kilometr bu miqyasdan neçə santimetr olur xəritədə, onu tapmaq üçün. Bunu da belə elədik. Yəni 1000 x-də 1000-dir, 1 santimetrdə 12,5, 1000-i böldük 12,5-ə elədi 80 santimetr. 10-cu test tapşırığına baxaq. Onda görək nə deyir. Planda A-B məntəqələri arasında məsafə 42 santimetrdir. Yəni planda A ilə B-nin arasında məsafə 42 santimetrdir. İndi planın bu miqyası olduğunu bilərək bu məntəqə arasında həqiqi məsafəni tapın. Bu da yenə nə edirik? Burada artıq plandır. Burada 5, deməli burada fikir versək, əsasən kilometrə çevirsək əgər, məsafənin bir də həqiqi məsafəni deyir tapın. Deməli 1 santimetrdə olacaq. Deməli kilometrə çevirsək 0 tam deməli 1000-də 75, yəni 3 0 gəlir. %75 yox, 1000-də 75 deməli kilometr. Burada 42 santimetrdə isə x. 42-ni də təbii ki, 42-ni də vuracağıq 0,100-də, daha doğrusu 1000-də 75-ə kilometrə çevirsək, o da eləyəcək 3 tam deməli 3,5 kilometr. Cavab 3,15 kilometr, daha doğrusu C variantı. Onda C variantı. 11-ci test tapşırığına diqqətlə baxaq. Deyir, miqyası əsasən bu olan xəritədə düz bulan. Bu da həmin əvvəlki test tapşırıqlarından biri kimi eynidir. Eyni 5 santimetrdir, uzunluğu bu qədər. Eyni uzunluğa vurursan, sahəni tapırsan. 8 5-in 40 santimetrin kvadratıdır. İndi biz burada miqyası həll edəndə deməli 5 0 çıxırıq, eləyir nə qədər? 2,5. 2,5-in biz deməli kvadratını tapırıq, eləyir 6,25. Deməli 1 santimetrin kvadratında 6,25 kilometrin kvadratıdırsa, bəs 40 santimetrin kvadratında nə qədərdir? Bunu tapmaq üçün də nə edirik? 6,25-i vururuq nəyə? 40-a. 40 santimetrin kvadratına. O da eləyir təbii ki, burada D variantı 250 kilometr. Yəni bunu buna vuranda 250
kilometrin kvadratı edir. Cavab D variantı. 12-ci test tapşırığına baxaq. 12-ci test tapşırığında yenə səyyah 4-də 3 hissənin təyyarı ilə qalan indi 4-də 1 ədədi, 4-də 1 ədədi 200 olan deməli 4-də 1 hissəsi 200 olan ədədi tapırsan. Burada təbii ki 800 eləyir. 800-ün 4-də 1-i 200 deməli edir. İndi burada səyyahın təyyarə ilə getdik. Yəni 200-ü əgər avtomobillə gedibsə 600-i nə olacaq? 800-dən 200 çıxanda 600 isə təyyarə ilə gedib. İndi burada bu miqyasa baxaraq 1 sm-də 40 kilometrdirsə, deməli x-də isə 600 kilometrdir. İndi 600-ü də təbii ki nə edirik? 600-ü də bölürük 40-a. O da eləyir 15 deməli santimetr edir. Yəni bu da oldu 15 sm. X-də bərabərdir 15 sm. Sonra 13-cü test tapşırığına baxaq. 13-cü test tapşırığında deyir həqiqi sahəsi 3040 kilometr kvadrat olan gölün sahəsi xəritə üzərində 7,6 sm kvadratıdır. Xəritənin tərtib olunduğu miqyası tapın. İndi diqqətlə baxsaq, burada yenə tənasüb quracağıq. 7,6 sm kvadratında 3040-dırsa, 1 sm kvadratında isə x. Düzdür? İndi 3040-ı böləcəyik təbii ki neçəyə? 7,6-ya. O da eləyəcək 400. Yəni 1 sm kvadratında 400 desə, 400 km kvadratıdırsa, bəs 1 sm-də nə olacaq? 1 sm-də də olacaq 20 kilometr. İndi bunu ədədi miqyasa çevirsək 1 bölünsün 20, yanında da 5 dənə 0 əlavə edirik. Bu da olur nə qədər? Deməli 1 bölünsün 2 milyon. Yəni 20 yanında da 5 dənə 0. Cavab D variantı. 13-cü test tapşırığında düzgün cavab variantımız D-dir. 14-cü test tapşırığına baxaraq, deməli bu da 192 3 sm kvadratında əgər 192 kilometrin kvadratıdırsa, deməli 1 sm kvadratında isə x-dir. Düzdür? İndi burada 192-ni biz 192-ni böləcəyik 3-ə. 64 eləyəcək. 1 sm kvadratında oldu 64 kilometrin kvadratı. 1 sm-də isə olacaq təbii ki 8 kilometr. Burada fikir verin. Ədədi miqyasa da biz çevirsək 1 bölünsün 8 yanında da 5 0 olacaq. Düzgün cavab variantımız A variantı olacaq. 14-cü test tapşırığı. 15-ci test tapşırığına fikir versək, deyir ki, miqyası bu qədər. Yenə miqyas olur 1 sm-dir. Həqiqi sahə deyir ha özdə. Miqyası həqiqi sahə fikir verin. 4,5 birinci enin uzundan vuracağıq. 4,5-i vurursan 6-ya 27 eləyir. Buradan da bunun kvadratını eləyəndə edir deməli 900 çünki 30-un kvadratıdır. 1 sm-də kvadratında olur 900-ün kilometrin kvadratı. Burada da 27 deməli santimetrin kvadratında isə olur x. İndi 900 vurulsun deməli 27 o da edir 24300 kilometrin kvadratı. Cavab B variantı. 15-ci test tapşırığında da cavab B variantı olacaq. 16-cı test tapşırığında xəritədə deyir ki, 1 bölsün, yəni 1 sm-də 6 kilometrdir. Xəritədə 25 sm-in kvadratlı sahə tutan bağın bir sahəsi 15% azalarsa, onun sahəsi neçə kilometr olar? Birinci sahəni tapaq, təbii ki, xəritədə 25 sm-in kvadratıdır. Bu deməli, bu hər tərəfin kvadratı yüksəldəndə 36 eləyəcək. 1 sm-in kvadratında 36 kilometrin kvadratı, 25 sm-in kvadratında isə x. Deməli, nə edirik? 36-nı vururuq 25-ə, edir 900. İndi bunun deyir ki, 15%-i azalarsa, indi nə edirik? 900-ün 15%-ini tapırıq. 900-ün 15%-ini tapanda 900-ü vururuq 15-ə, bölürük neçəyə? 100-ə. 135 eləyir. 900-dən indi əvvəl 900 idi, indi 15% azalıbsa, indi buradan da deməli
135 çıxırıq. 900-dən 135 çıxanda qalır nə qədər? Cavab olacaq 765. Yəni 900-dən 135 çıxdı, qaldı 765 kilometrin kvadratı. Düzgün cavab variantımız D variantıdır. Sonra növbəti test tapşırığı 17-ci test tapşırığına baxaq. Burada da eni və uzunluğu verilib, həqiqi sahədir. Burada fikir verirsiniz 1 santimetrdə 4 kilometrdir. İndi burada en və uzunluq varsa 4 kilometr olmayacaq təbii ki. Burada olacaq 1 santimetrin kvadratında 16 kilometrin kvadratı olacaq. İndi burada fikir verin. Deməli eni və uzunluğu var. 69-un 54 santimetrdə x-dir. İndi 16-nı da təbii ki biz neçəyə vuracağıq? 54-ə. O da eləyəcək 864 kilometrin kvadratı. Düzgün cavab variantımız 17-ci test tapşırığında A variantı olacaq. Yəni 54-ü biz nəyə vuracağıq? 16 kilometrin kvadratına tənasüblə və cavabımız olacaq A variantı. 18-ci test tapşırığına diqqətlə baxsaq, burada fikir verin ki 1 bölünsün 1.200.000'dir. 200 verib 1000 olan xəritədə sahənin 7 sm kvadratdır. Yenə də burada sahə varsa, burada biz nə edirik? Ümumiyyətlə 1 santimetrdə 12 kilometrdirsə, bunu biz hər tərəfin kvadrata yüksəldirik. Deməli burada nə olur? Burada olur ki 1 santimetrin kvadratında 144 belə deyək kilometrin kvadratıdırsa, 7 santimetrin kvadratında isə x-dir. Təbii ki bunu da 144'ü də biz neçəyə vururuq? 7'yə edir. Düzgün cavab variantımız E variantı olur 1008 kilometrin kvadratı. Bunun tənasübü təbii ki tənasüblə qeyd edirsən. 19'da xəritədə tutduğu yer gölün həqiqi sahəsi 36 kilometrdir. Xəritədə bu qədər tutur, həqiqi bu qədər. 9 santimetrdə deyir ki, santimetrin kvadratında 36 kilometrin kvadratıdırsa, 1 santimetrin kvadratında nə qədər olacaq? X. Deməli, bu da olacaq 1 santimetrin kvadratında olacaq 4 kilometrin kvadratı böldü 36'nı 9'a. 1 santimetrdə də olacaq 2. Yəni 1 bölünsün yanında da 200.000. 1 bölünsün 200.000. Düzgün cavab variantımız olacaq 19'da E variantı. Sonra 20-ci test tapşırığına baxaq. Miqyası 1 bölünsün bu qədər olan xəritədə əkin sahəsi 4 santimetrdir. Əkin sahəsi bu qədər artarsa, artım faizini hesablayın. Yenə baxırıq 1 santimetrdə 30 kilometrdir. Əkin sahəsi 4 santimetrin kvadratıdırsa, deməli bu olacaq, bura olacaq 900. Çünki 30'un kvadratına yüksəltdik. Hər tərəfin kvadrata yüksəltdiyi miqyası 1 santimetrin kvadratında 900 kilometrin kvadratı. İndi burada 900'ü vuracaq təbii ki 4'ə 3600 eləyəcək. 3600 kilometrin kvadratı. İndi deyir ki, əkin sahəsi bu qədər artarsa, artım faizini hesablayın. İndi 3600'ün üzərinə də 900'ü gələrik, olacaq 4500. İndi 3600 əvvəl 100 olub, 4500 isə 4500 kilometr isə sonra olub. İndi bunun neçə faiz artım olduğunu biz nə edəcəyik? Bilməliyik. Deməli 4500'ü 100'ə vuracağıq və böləcəyik neçəyə? Təbii ki 3600'ə. O da eləyəcək 125. Yəni 25% nə olub? Artım baş verib. Əvvəl 100 idi, sonra olub 125. Yəni 25% artım var burada. 20'də düzgün cavab variantımız A variantı olacaq. 20-ci test tapşırığına baxaq. 21'də deyir ki, miqyas bu qədər olarsa 6 santimetrlik çəkilmiş ərazinin yer səthi üzərində həqiqi sahə nə qədərdir? Deməli 1 santimetrdə oldu 9 kilometrin kvadratı, 6 santimetr kvadratında da oldu x. 6 9'un elədi 54 belə deyək kilometrin kvadratı. A variantı deməli doğru variant olacaq. 22-ci test tapşırığına diqqətlə baxsaq, ən böyük miqyası deyir tapın. Burada ən böyük miqyası olmalıdır. Ən böyük miqyasın kəmiyyəti daha kiçik olur. Burada baxırsınız 40 kilometrdir. Burada 20 kilometrdir. Burada 60 metrdir. Burada 32 kilometrdir. Burada 400 metrdir. Görürsünüz ən aşağı C variantıdır ki 22'də ən böyük miqyas hesab olunur burada 60 metr. Ən kiçik də ədəddir. Sonra 23-cü test tapşırığına diqqətlə baxsaq, 23-cü test tapşırığına diqqətlə qeyd etsək, burada fikir versəz 1 santimetrdə 17 kilometr, 2 məntəqə arasında isə 7,5'dir. Bunlar arasında məsafəni deyir tap. Sadəcə bunun 17'ni
Nə edəcəksən? 17-ni vuracaqsan 7,5-ə. O da eləcək 127,5 kilometr. Düzgün cavab variantımız 23-də E variantı hesab olunur. 24-cü test tapşırığına baxaq. 24-cü test tapşırığında 3 sm kvadratlıq bir sahə 187 kilometr kvadratdır. Daha doğrusu 187 yox, üzr istəyirəm, 1875 kilometr kvadratıdır. Bataqlıqda 3 sm kvadrat göstərilib. Miqyası tapırıq. Yenə nə edirik? 1875-i bölürük 3-ə, 625 eləyir. 1 sm kvadratında 625-dir. 625 kilometrin kvadratıdır. Buradan da kök çıxır. Nə qədər? 25 kilometr olur. Burada da 1 bölünsün. 25 yanında da 5 sıfır. Düzgün cavab variantımız 24-də D variantı olacaq. 25-ci test tapşırığına baxaq. Sahəsi bu qədər olan adanın xəritədə sahəsi 12-dir. Xəritədə adanın şimal ucqar nöqtəsi. Bunu birinci nə edirik? Miqyası tapaq burada yenə. Deməli, buradan miqyas tapmaq üçün yenə tənasib qururuq. 12-də 1728-dirsə, 1-də x-dir. Deməli, 1728-i bölürük 12-yə, 144 olur. 1 santimetrdə olur 12 kilometr. İndi burada 11 sant deyir ki, xəritədə şimal ucqar nöqtə ilə cənub ucqar nöqtə arasında məsafə 11 santimetrdir. Yəni, burada 1 santimetrdə 12 kilometrdirsə, 11 santimetrində nə qədər olacaq? Bunu tapacaqsan. Nə edirsən? 12-ni vurursan 11-ə. O da eləyir 132, yəni 25-ci test tapşırığında 132 kilometr eləyir. Cavab A variantı. Sonra 26-cı test tapşırığına baxırıq. A, B məntəqələr arasında məsafə bu qədərdir. Xəritədə isə bu 10 sm, digər xəritədə isə 20 sm-dir. İkinci xəritənin miqyasını tapın deyir. Birinci nə edirik? Yenə bax, burada miqyası qeyd edirik. 1 sm-də olur 400 və burada 10 sm-də olur x. Deməli, burada oldu. Bunun kəmiyyəti, ümumiyyətlə, burada tapdığımız olacaq 10 sm-də də 4000 kilometr. İndi 4000 kilometr tapmışıq. İndi deyir ki, ikinci xəritədə bu 20 sm-dir. Yəni 20 sm-də bu 4000 ifadə edirsə, yəni həqiqi sahə ikinci xəritədə cəmi 20 sm-lə təsvir olunubsa, nə edirsən? 1 sm-də neçə kilometr təsvir olunduğunu, yəni miqyası tapırsan. 4000-i də bölürsən neçəyə? 4000-i də bölürsən təbii ki 20-yə. Bu da olur təbii ki 200. 200 də tapmaq üçün 1 bölünsün 200, yanında da 5 sıfır əlavə eləyirsən. Cavab belə burada olacaq. Y variantı fikir verir. 26-da Y variantı. 200 yanında 5 sıfır. 26-cı test tapşırığında Y variantı. 27-ci test tapşırığına baxaq. Bu miqyaslı xəritədə ucqar və Kürdəmir şəhərlər arasında məsafə, biraz tələsmək, məsafə 2 sm-dir. Həqiqi məsafəni tapın. Deməli, burada miqyas budur. Yəni 1 sm-də 25 kilometrdir. İndi burada bu aralarında məsafə 2 sm-də nə qədərdir? Təbii ki 50 kilometr. Düzgün cavab variantımız olacaq C variantı. 28-ci test tapşırığına baxaq. 40-ın 40-a deməli ərazi ölçüləridir. Xəritədə isə bu ölçülər 40 sm-in 40 sm olduğunu nəzərə alaraq miqyası tapın. Deməli, burada diqqətlə fikir verin. Sadə bir şey var. 40 kilometrdir. Demək, 40 sm-in 40 kilometrdirsə, 40 kilometrdirsə, 1 sm-im nə qədərdir? X. Buna böləndə eləyəcək nə qədər? O da eləyəcək 1 sm-im 1 kilometrə bərabərdir. Bu da 1 bölünsün 1 yanında da 5 sıfır. Yəni 100.000. Cavab A variantı. 29. Gölün həqiqi sahəsi bu qədər. Xəritədəki sahəsi 75-dir. Xəritənin tərtib olduğu yenə 70 deməli 12 kilometri bölürük 75-ə, 0,16 eləyir. 0,16-dan da 0,4 kök çıxır. Yəni 1 sm-də 0,4. O da eləyir 1 bölünsün 4. Yanında da 4 dənə 0. Düzgün cavab variantımız olacaq A variantı. 29-cu test tapşırığında düzgün cavab variantımız A olacaq. Sonra 30-cu test tapşırığına baxaq. 9 km sürətlə hərəkət gedən təyyarə bu miqyas xəritədə 27 sm-dir. Təyyarın neçə saata uçmuşdur? Birinci burada miqyası əsasən
gedilən yolun uzunluğunu tapırıq. Deməli burada 5-0 silirik. 27-ni vururuq neçəyə? 200-ə. Tənasüblə yenə də yazıram. Yəni 1 sm-də 200-dürsə, 27-də x-dir. Buna əsasən o da edir 5400. 5400 kilometr gedilən yoldur. Sürət isə 900-dür. Deməli 900 5400-ü də bölürük neçəyə? 900-ə. Tapırıq nə qədər? 6 saat. Düzgün cavab variantımız A variantıdır. Bu da oldu A variantı. Sonra 31-ci test tapşırığına baxaq. 31-ci test tapşırığında miqyası bu olan xəritənin uzunluğu bu qədər, eni bu qədərdir. Yəni fikir verin, miqyas 1-də 25 kilometrin kvadratıdır, 1 santimetrin kvadratında. İndi burada eni və uzunluğu var. 15-i vuracağıq neçəyə? 8-ə, eləyəcək 120. İndi 120 deməli santimetrin kvadratında nə qədər olacaq? Bunu tapacağıq. Demək 120-ni də vuracağıq 25-ə, 3000 eləyir. Yəni 3000 kilometrin kvadratıdır bu sahə. İndi bu miqyasda nə qədər yer tutduğunu tapmaq üçün də nə edirik? Yenə də bax burada 5 sıfırı sildik. Oldu 1 santimetrdə 1 santimetrin kvadratında onun kvadratı nə qədər edir? 100 kilometrin kvadratı. 3000 də isə 3000 kilometrin kvadratında isə olur x. Bunu da buna böləndə təbii ki, nə olacaq? Olacaq burada düzgün cavab variantımız deməli 30 santimetrin kvadratı. Cavab C variantı. Sonra 32 test tapşırığı, 32-ci test tapşırığına baxaq. Həqiqi sahəsi 600 deməli 40 kilometr olan bataqlıqdır. Xəritədə bu qədərdir. Yenə bunu buna bölürsən, eləyir 1 santimetrdə 64 kilometrin kvadratı. O deyil 1 santimetrin kvadratında təbii ki. 1 santimetrdə də olur 8 kilometr. Yəni bunu da belə deyək, ədədiyyat çevirsək 8 yanında 5 0 biz nə edirik? Əlavə edirik. Burada düzgün cavab variantımız olacaq C variantı. 33-cü test tapşırığına baxaq. Deməli burada deyir ki, 33-cü test tapşırığında qeyd edir ki, A, B məntəqə arasında məsafə CD məntəqə arasında məsafədən 3 dəfə kiçikdir. Sahəsi bu qədər olan ərazinin xəritədən bu qədər olarsa, AB məntəqə arasında həqiqi məsafə 250 km olduğunu bilərək CD məntəqə arasında məsafənin xəritədə neçə santimetr olduğunu qeyd edək. İlk olaraq biz bu miqyası tapaq. Bax, miqyas budur. 16200 deməli 50 kilometrdən 16250 kilometrdən bölərik neçəyə? 6,5 santimetrə. Bundan da kök çıxır. Deməli 2500 eləyir. 2500-dən də kök çıxır 50. Yəni 1 santimetrdə 50 kilometrdir bu miqyas. Miqyası tapdıq. İndi burada fikir verin. AB məntəqə arasında həqiqi məsafə 25 kilometrdir. CD məntəqə arasında məsafə xəritədən CD-dən görürsüz burada AB məntəqə arası məsafədən CD məntəqə arasında məsafə 3 dəfə kiçikdir. Yəni bu AB məntəqəsinin arasındakı məsafədəndir. CD məntəqə arasında məsafə 3 dəfə kiçikdir. Yəni 250 kilometr AB-dirsə, ondan 3 dəfə kiçik olanı tapacağıq. Yəni 250-ni böləcəyik təbii ki, nəyə? 3-ə. O da eləyəcək təbii ki 83,3. Bir dəqiqə. Deməli AB məntəqə arasında məsafə CD məntəqələri arasında məsafədən 3 dəfə kiçikdir. Hə, CD məntəqələri arasında məsafədən 3 dəfə kiçikdir. Deməli bu 250-dirsə bölməyəcək. 250-ni daha doğrusu vuracaq. Yəni burada diqqətli olaq. 750 oldu. Deməli 750 kilometrdə x-dirsə 1 santimetrdə də 50-dir. 750-ni də təbii ki böləcəyik 50-yə. Nə qədər düşəcək? 15 deməli santimetr. Düzgün cavab variantımız 33-də D variantıdır. Burada diqqətli olun. Görürsüz, AB məntəqələri arasında məsafə CD məntəqələri arasında məsafədən 3 dəfə kiçikdir. Yəni bu 250 AB-dirsə, CD avtomatik 750 olacaq. Çünki CD-dən 3 dəfə kiçikdir AB arasında məsafə. 34-cü test tapşırığına baxaq. Sahəsi bu qədərdir. Su anbarı xəritədə bu qədər göstərilib. Yenə birinci miqyası tapırıq. Yəni 3136-nı bölürük 16-ya, edir 196. Deməli burada 196
6-dan kök çıxır 14, yəni 1 sm-də 14 kilometr miqyaslı. Xəritədə su anbarı 8 sm-dir. Su anbarının eni. Bu məsafə neçə kilometr olacaq? 8 sm enin deyir də bizə. Sahə istəmir ki, enin uzunluğun məsafəsini deyir daha doğrusu. Deməli 1 sm-də 14 kilometrdirsə 8 sm-də x-dir. 14-ü də təbii ki vuracağıq biz burada 8-ə eləyəcək 112 kilometr. 34-də A variantı olacaq. 35-ci test tapşırığına baxaq. Eni 30 kilometrdir, uzunluğu 40 kilometrdir. Yenə enin uzunluğuna vurursan eləyir 1200 kilometrin kvadratı. Burada da miqyası hesablayanda fikir verin 5-0 silirəm. Olur. Bura x-dir. Təbii ki burada olacaq 1 sm kvadratında eləyəcək təbii ki 400 olacaq və burada 1200-ü də 400-ə böləndə edəcək 3 sm-in təbii ki kvadratı. Düzgün cavab variantımız 35-də D variantı olacaq. 36-cı test tapşırığına baxaq. 36-da deyir yenə, bax burada əgər sahə görürsünüzsə miqyas kvadrata yüksəldir mütləq şəkildə. Fikir verin 5-0 sildim. 1 sm-in kvadratında olacaq 16 kilometrin kvadratı. 8 sm-in kvadratında olacaq x. Deməli, nə edirik? 16-nı vururuq. Təbii ki, 8-ə 128 cavab B variantı. 36-da düzgün cavab variantımız B-dir. Məhəlli ölçülər yenə bax 75 sm-in 12 kilometrədirsə, miqyası tapırsan, 1-də isə x olacaq. Deməli, 12-ni böləcəyik təbii ki 75-ə. 0-dan deməli %6 eləyəcək. O da düzgün cavab variantımız olacaq. 1 bölünsün 16, yanında da 3-0 olacaq. Düzgün cavab variantımız olacaq 37-də B variantı. Sonra 38-ci test tapşırığına baxaq. Bu miqyaslı xəritədə iki məntəqə arasında bu qədərdir. Bu arasında həqiqi məsafə nə qədərdir? Yenə burada 1 sm-də oldu 6, 2 sm-də oldu təbii ki 12 kilometr. Düzgün cavab variantımız 38-də C-dir. Daha çox qalmıram bunlar üzərində. Bu miqyaslı xəritədə bu qədər santimetrdir. Məsafə miqyasın bu qədər olan xəritədə neçə santimetr olar? Yenə bax burada diqqətlə miqyası biz tapırıq. Deməli 1 sm-də 200 kilometrdirsə 40 sm-də nə qədərdir? X. Deməli biz burada 200-ü vururuq 40-a eləyir 8000. İndi bu həmin məsafə bu miqyasda nə qədər eləyəcək? Təbii ki 5-0 silirsən, 8000-i bölürsən deməli 400-ə, o da eləyir 20 santimetr. Düzgün cavab variantımız B variantıdır. Və 40-cı sonuncu test tapşırığına baxaq. Time test toplusundan sonuncu test tapşırığının izahına baxırıq. Deməli, deyir 50 dərəcəlik meridianın deməli uzunluğu xəritədə 50 sm göstərilib. Xəritənin miqyasını tapın. 50 dərəcəlik meridianın uzunluğu deyirsə, deməli burada fikir versiniz, 50 dərəcəlik meridianın uzunluğu, yəni 1 dərəcə, ümumiyyətlə meridian uzunluğu olsun. Tam çevrə yox, yarım çevrəsinin uzunluğu 20000-dir. İndi bu 50 sm-lə təsvir olunubsa 20000 kilometr, 20000 təxminən 20000 kilometrdirsə 1 sm-də də nə qədər olacaq təbii ki? Biz burada nə edirik? 20000-i bölürük. Təbii ki neçəyə? 20000-i böləcəyik 50 sm-ə. O da eləyəcək 400. Yəni 1 sm-də 400. Yəni 50 dərəcəlik qövs deyil ha, 50 dərəcəlik meridiandır. 50 dərəcəlik qövs desəydə artıq bunu 111-ə vurub 50 ilə tənasüb quracaqdıq. Deməli burada oldu 1 bölünsün 400, yanında da 5-0, 1, 2, 3, 4, 5-0. Cavab variantımız elə burada 400-lə başlayan, elə düzgün cavab variantımız D variantı olacaq. Deməli, Time coğrafiya test toplusunun miqyas məsələlərinin izahı bu gün bitirdik. Bu videonu bəyənməyi unutmayın. Bəyəni çox olarsa, bunların digər mövzuların izahı da yaxın vaxtlarda inşallah YouTube kanalımızda paylaşılacaq. Bizə dəstək olmaq üçün videonu bəyənin, kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.